Zubir yaxınlaşdı, daxil oldu cərimə meydançasına. Zubirdən geri qapıya zərbə. Qarşı alındı. Növbəti zərbə olmadı. Daha bir hücum. Yeni zərbə və gol! 73-cü dəqiqə Bikalo. 3-1 olur hesap. Qarabağ ümidlənir bu golla. 73-cü dəqiqədə hesab arasındakı fərq azalır. 1-3. Və gol! 3-2. 3-2 olur 78-ci dəqiqə. Kevin Medina. Ardıcıl gollar Qarabağdan. Və Çox bir qədər dramatik bir sonra maç izləyirik. Adday da meydana daxil olacaq. Vəziyyət dəyişir. İndi dəyişikliklər həyata keçiriləcək. 10-11. İsayev meydanı tərk edir. Gelir qapı qarşılı ötürür. 84-cü dəqiqə üçün Musa Qurbanlı. Nələr baş verir bu oyunda? 11 dəqiqə ərzində Qarabağ hesabı bərabərləşdirir və oyunun tez başlamasını bu cür davam edib. İkinci isə çox fərqli olacaq demişdik. Həqiqətən də belədir. Baxırıq. Offside var ya yox.